Bu mənzildə nə görürsünüzsə, bütün əşyalar hamısı qalacaq. Yəni tam hazır bir mənzillə sizin qarşınızdayım dəyərli izləyicilər. Yerləşməsi də yaxşıdır. Mərkəzə yaxın, 28 may metrosuna yaxın, Yaşıl bazarın yanında yeni tikili premium bina, yeni mənzil və mənzildə təmirdən də sonra yaşayış olunur. Dediyim kimi hər bir şey var bu mənzildə. Gözəl də təmiri var, gözəl dizaynı var. İndi nə var nə yox, həmişə olduğu kimi bunların hamısını sizə çatdıracağam. Həm xırda detala qədər. Başlayırıq mənzilin giriş hissəsindən. Giriş qapımızı görürsünüz. Daxil olduqda sağ tərəfdə bu hissədə dresuarımız var. Açarıq, böyük güzgü yerləşdirilib. Sol tərəfdə isə əyləşmək üçün və paltarlar asmaq üçün yerlər nəzərə alınıb. Aşağı hissəsi də bu hissədə də, yəni şkafdır. Paltar, ayaqqabı bunları rahatlıqla yerləşdirə bilərsiniz. Və girişdən gəldikdə bu hissədə divarçı dolabımız yığılıb. Yəni şkaf çoxdur, bu barədə narahat olmağa dəyməz, demək olar tam axıra kimidir, əşyanızı rahatlıqla yerləşdirə bilərsiniz. Girişdə döşəmə qranitdir, üstü döşəmə ilə təchiz olunub. Otaqların yerləşməsini deyim, bura mənzilin qonaq otağıdır, yanında mətbəxi. Buradan gəldikdə solda mənzilin sanitar qovşağı, burada isə 2 yataq otağımız yerləşir. Girişdə işıqlandırmada lüstr, spotlar, gizli işıq əlavə olaraq bura işıqlardan istifadə olunub, tablolar yerləşdirilib, dizayna uyğun, nəzər satmış divarlarda dekorativ boyadan istifadə olunub, yəni adi divar kağızı və yaxud emulsiya deyil. Gəlin başlayaq elə bu gözəl mənzilin özü kimi gözəl qonaq otağından. Ölçüsü yaxşıdır, ilk öncə onu deyim ki, dar uzun otaq deyil, yəni ki videodan da hiss edirsiniz. Yəni burada divanımız, kreslo, jurnalni əlavə olaraq boş sahədə də var, 6 nəfərlik masamız yerləşdirilib. Burada mənzilin eyvanına çıxış var. Bir böyük eyvan burada da həm buradan, həm mətbəxdən çıxış var. Bir balaca otağa, eyvana da yataq otağından. Bu hissədə TV stendimiz yığılıb. Gözəl şəkildə aşağı hissəsi bu görünən isə şkafdır. Dekor güzgülər, kondisioner var. İşlək vəziyyətləri görürsünüz. Mərkəzdə gözəl lüstrumuz, yenə spotlar. Bu hissədə divarlarda dekorlardan istifadə olub. Mebel panellər, dekor güzgü, saatımız. Yəni bir sözlə dediyim kimi çox gözəl mənzildir. İşıqlandırmada trek işıqlar, spotlar, hər bir şey qaydasındadır. Gəlin keçək mənzilin mətbəxinə. Bayaq qeyd etdim, elə qonaq otağının düz yanındadır. İlk öncə onu deyim ki, girişdə olan üstü döşəmə burada da davam etdirilib. Bayaq dediyim eyvana buradan da çıxış var. Burada nəyimiz var? Deməli, yeni, gözəl mətbəx mebelimiz yığılıb. Gözəl də maraqlı rəng tonları seçilib. Üstü və sinəli mərmərdir. Qaz peçi, aspirator, sobalar, 2 qapılı soyuducu, hər bir şey dediyim kimi hazırdır. Bu hissədə də masamız, yeni arxası dekor güzgü ilə bəzədilib. Nəzər satmış ki, mənzildə istifadə olunan elektrok qutuları da orijinal Panasonicdir. Yəni hər bir şey keyfiyyətlidir. Buna inşallah canlı baxanda da şahidi olacaqsınız. Tavan hissəni ümumi olaraq göstərək. Yəni işıqlandırması da ideal səviyyədədir. Gəlin keçək, buradan mən sizə göstərim mənzilin ümumi sanitar qovşağını. Mənzildə ümumilikdə 2 sanitar qovşaq var. Biri burada yerləşir, ümumi olan. İçərisi də kifayət qədər genişdir. Duş kabinin, yəni ölçüsü də yaxşıdır. Bütün aksesuarlar tam olaraq yerləşdirilib. Böyük moydadırımız var. Paltar yanımız da hazırdır. Burada yerləşdirilib, böyük güzgü yerləşdirilib. Burada təbii ki, üstü döşəməklə təchiz olunub. Bu hissədə isə divar üçün ünitaz, yuxarısında nişan var. Yəni, hər bir şey çox gözəldir. Keçək, mən sizə indi göstərdim mənzilin əsas yataq otağını. Burada yerləşir. Ölçüsü də yaxşıdır, yəni genişdir. Demək olar, qonaq otağı ilə eyni ölçüdür. Ola bilər 200 kvadrat az ola bilər. Tam hazır, gözəl yataq otağımız var. İstilik sistemi kombidir, radiatorla quraşdırılıb hazırdır. Hər otaqda kondisionerimiz, make-up, aşağı hissəsi şkafı, burada kreslomuz, taxtımız yığılıb, gözəl şəkildə arxası da qupqa ilə bəzədilib. Yenə dekor güzgülərdən, gizli işıqdan istifadə olunub. TV, internet çıxış burada nəzərə alınıb və yataq otağın bu hissəsində dolabımız yığılıb. Buranı da göstərək. Ben hamısını göstərirəm ki, mənzil haqqında tam təsəvvür yaransın. Və mənzilin bayaq qeyd etdim, 2 sanitar qovşağı var, biri isə bu yataq otağının daxilində yerləşir. Ümumi olaraq göstərək, bütün aksesuarlarla təchiz olunub, hər bir şey ideal səviyyədədir və maraqlı teksturalda qranitlər seçilib. Keçək, mən sizə göstərim. İkinci yataq otağına sonra qiymət və digər məlumatları nəzərinizə çatdıracağam. Bura ikinci yataq otağımız, istəsəz uşaq otağı kimi, istəsəz böyük yataq otağı kimi də istifadə edə bilərsiniz. Burada 2 taxtımız yerləşdirilib.
kondisioner hamısı işləyə vəziyyətdədir. Bayaq dediyim 2 eyvanı var, biri böyüyə, ora qonaq otağı və mətbəxdən, bura isə bu yataq otağına çıxış var, balaca deməli eyvanımız var. Və yataq otağının daxilində bu hissəsində də yenə dolabımız yığılır. Belə, mən mənzildə nə var, nə yox, demək olar hər şeyi sizin nəzərinizə çatdırdım. Keçirik məlumatlara. Yerləşir Nərimanov rayonu, Təbriz küçəsində 28 may metrosuna yaxın, Yaşıl Bazarın yanında, yeni tikili premium binada, yeni təmirli və təmirdən də sonra yaşayış olmamış 3 otaqlı hazır bir mənzildir. Yerləşir 16 mərtəbəli binanın 10-cu mərtəbəsində 121 kvadrat ölçüsü var. Gördüyünüz şəkildə satılır, mebel, texnika hamısı qiymətə daxildir və mənzilin start olaraq qiyməti 475.000 manat təyin olunub. Əlavə məlumat üçün göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz.